Usikum və nəfsi bitəqvallah. Həm sizə, həm özümə, istər gizlin, istər aşkar, Allahdan çəkinməyi, təqvalı olmağı, yalnız Allah razılığı üçün yaşamağı tövsiyə edirəm. Allah bizi ixlaslı bəndələrindən qərar versin inşallah. Bugünkü cüməmizin ilk xütbəsində ictimai və əxlaqi bir mövzu, müsəlman üzərində olan haqqı məsələsinə toxunmaq istəyirəm. Hərçənd ki, bu mövzu çox geniş mövzudur, çox araşdırma tələb eləyən bir mövzudur. Lakin qısa danışam, Allah nəsib eləyər, gələn cümələrdə bunun hər bir mövzusu ətrafında da ətraflı söhbət eləyərik inşallah. Hər bir müsəlmanın, mənim, sizin, burada əyləşən hər birimizin, birimizin üzərində bir haqqı var. Bir yox, bir neçə haqqı var. Haqq bilirsiniz nə edirlər? Haqq odur ki, onu vaxtında əda eləməsən, yəni yerinə yetirməsən, səndən soruşulacaq. Namaz haqqdır, namaz haqqdır. Namaz Allahın haqqıdır. Onu yerinə yetirməsə bizdən soruşurlar. Həc haqqdır, oruc haqqdır. Bu Allah qarşısındakı bizim icra etməyimiz lazım olan vəzifələrimizdir. Bir də var müsəlmanın başqa müsəlman qarşısındakı vəzifəsi, haqqı. Təbii ki, atanın övlad üzərində, övladın ana üzərində, ata üzərində haqqı var, qonşunun qonşu üzərində, qohumun qohum üzərində, bacının qardaş üzərində. Bunlar hamısı öz yerində. Bir də var bir müsəlman olaraq başqa müsəlman üzərindəki haqqımız nədir? Onlara bir balaca qısa şəkildə toxunaq. Sözümü Quran-ı Kərimin Həşr surəsinin 10-cu ayəsi ilə başlamaq istəyirəm. Uca Allah həmin ayədə bir dəstə müsəlmanın başqa bir dəstə müsəlman üçün etdiyi duanı bizə nümunə olaraq təqdim eləyir. Duanın içində elə böyük bir ictimai mesaj var ki, ona biz diqqət eləsək, adi bir dua deyil. Ola bilsin ki, mən bunu oxuyum, keçim, deyirsiniz ki, insandır da dua eləyir, Allah da o duanı sevib, o duanı Quran-ı Kərimə daxil eləyib, biz də o duanı bugün oxuyuruq. 1400 ildə Allahın bizə təqdim etdiyi duanın bizə verməsi lazım olan böyük bir mesajı var. Nə mesaj verir o dua bizə? Oxuyum, sadəcə birinci özünüz düşünün. Uca Allah bir müsəlmanın dilindən çıxan duanı bizə təqdim edir. Buyurur, Rabbənə xfir lənə. Ey Rəbbimiz, bizi bağışla, günahlarımızı bağışla. Və li ixfanina və qardaşlarımızı da bağışla. Əllezîne səbəqûnə bil iman. O kəsləri ki, bizdən əvvəl iman eləyiblər, iman gətiriblər. Yəni, ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı da bağışla. Bu ayə bizə bir müsəlmanın başqa bir müsəlman üçün dua eləməsini nümunə çəkir. Allah öyrədir ki, dualarınızda da egoist olmayın, başqa müsəlmanları da yaddan çıxartmayın. Yəni, başqa müsəlmanın boynumuzda olan haqlarından biri budur ki, onlar üçün də dua eləyək. Onları da yada salaq dualarımızda. Ancaq məni bağışla, ancaq mənə ruzi ver, ancaq mənə kömək ol. Yox, Allah bir dəstə müsəlmanı təqdim eləyir, onlar özləri ilə bərabər başqalarını da dua eləyirlər. Müsəlman kimdir sualına müxtəlif cür cavablar vermək olar. Bəlkə də burada oturan hər bir insanın sayı qədər fərqli cavablar vermək olar müsəlman kimdir sualına. Amma müsəlman kimdir sualına bir də belə cavab vermək olar. Müsəlman yəni özün düşünməyən, təkcə özün düşünməyən adam. Müsəlman yəni başqalarını da düşünən insan. Əllamə Təbətəbai, Allah ruhunu şad eləsin, böyük alimimizdir, Təbrizdə doğulub, Azərbaycanın dünya şöhrətli fəxri, Əl-Mizan kimi böyük bir təfsirin müəllifi. Onun şəxsiyyətinin böyüklüyü, əzəməti haqqında çox danışmıram. Zatən çoxunuz tanıyırsınız. Haqqında qısa da olsa məlumatınız var. Ölən saatlarında ondan son vəsiyyətin xahiş elədilər, dinləmək istədilər. Can yatağındaydı, yaşlı insandır. Bir ömür İslama xidmət eləyib, əsər yazıb, dərs deyib. Can yatağındadır, arıq bir insandır, zəif bir insandır fiziki cəhətdən. Deyirdilər, əziyyət vermək istəmirdik çox da ona. Onun yaxınları danışır ki, can yatağında istəmirdik çox da danışdıraq onu da. İnsandır, ölüm anını yaxınlaşır. Amma deyir, başa düşdük ki, bizə demək istədiyi bir sözü var.
Və diqqətlə dinləyəndə son vəsiyyətində bir kəlmə söz dedi. Dedi, insanın insanlığı onun ətrafına olan diqqəti qədədir. Ətrafınıza diqqətli olun. Cəmaata qarşı diqqətli olun. Son vəsiyyətidir bu oldu. Cəmaata qarşı diqqətli ol. Bir ömür Allah üçün yaşayan bir kişi sonda bizə bunu vəsiyyət elədi. Cəmaata qarşı diqqətli olun. Yəni müsəlman müsəlmana diqqətli olmalıdır. Müsəlman da yəni o adamdır ki, başqasını düşünən insan. Başqasını da fikirləşən insan, başqasını da nəzərə alan insan. İmam Sadiq əleyhissalamdan soruşurlar ki, müsəlman öz müsəlman qardaşına qarşı necə olmalıdır? İmam buyurdu, özünə sevib arzuladığı bir şeyi qardaşı üçün də arzulamalıdır. Özü üçün bəyənmədiyi, özünün xoşlamadığı bir şeyi başqasına da rəva görməli deyil. Müsəlman odur ki, mən bir şeyi xoşlayıram, qoy elə bu qardaşımda da olsun. Başqa bir müsəlmanlara da arzu edirəm. O şeyi ki, özüm istəmirəm ki, məni eləsinlər, başqasına da arzu eləmirəm. Başqasına da rəva bilmirəm. Ona görə insan üçün belə bir gözəl bir söz deyirlər, bizim üçün yadda saxlanması sözü deyirlər. Tullayacağımız şeyləri hədiyyə vermək böyüklük deyil, səxavət deyil. İnsan sevdiyi bir şey hədiyyə verəndə səxavətli sayılır. Dəyərli bir şey hədiyyə verəndə səxavətli sayılır. Yəni bir şey ki, zibilə tullayacaqsan, sənə lazım deyil, qoy bunu hədiyyə eləyim, bu dəyər deyil. Çünki sən bir şeyi ki, özünə rəva bilmirsənsə, başqasına da rəva bilmə, başqasına da onu təqdim eləmə, heç hədiyyə belə eləmə. Müsəlman da o adamdır ki, mənim özüm bu şeyi xoşlamıramsa, mənə eləsələr sevmirəm də bərəkəti, başqasına da sən eləmə. Bu kobudluğu sənə eləsələr xoşuna gələr. Məsələn, bir zarafat eləyirsən, başqası ilə könlünə dəyirsən, o şey sənə eləsələr xoşuna gələr, gəlməz ki, onda sən də başqasını eləmə. Həmişə özünü meyar bil bir məsələdə. Bunu sevirsənsə, sən başqası üçün də arzula. Sevmirsənsə, başqasını arzu eləmə. İmam Əli əleyhissalamın bir məşhur hədisi var. Həzrət Peyğəmbər səlavatıllahdan nəql eləyir Əli əleyhissalam bu hədisi. Həmin hədisdə Peyğəmbərin, müsəlman üzərində olan 30 haqqına toxunur. Peyğəmbər sələvatullah. 30 haqq sadalayır. Hədis əleyhissalamdan da Peyğəmbərin dilindən. Mən onlardan bir neçəsini yazmışam. Hamısını desək uzun çəkər, qısa deyəcəm. Təqribən bir 20 dənəsini sizin üçün oxuyum, nəzərinizdə olsun. Çoxunu da bəlkə bilirsiniz, təkrar olsun, bilmədiklərimizi də yadda saxlayaq, içimən qarışıq əməl eləyək. Müsəlmanın müsəlman üzərində bir neçə haqqı var, onlardan biri budur. Onun səhvini bağışlamalıdır. Səhv eləyəndə bağışlamağa meyilli olmalıdır. Nəinki səhvdən küsmək. Müsəlman müsəlmanın səhvin bağışlama mövqeyində dayanmalıdır həmişə. Nəinki xoşlamamalıdır ki, biri səhv eləsin, məndən inciyim küsüm. İndi elədi də adamdır, mən gör ki, başqasına səhv eləməmişəm. Birdən Allah da bizdən küsməyə başlasa, axırımız nə olacaq onda bizim? Bir alim Bakıdan gedəndə mənə dedilər ki, ziyarətə gedirsən, orada bir nəfər var, o da alimdir. Birdən onu görsün, ondan xahiş eləyəsən, burada onun qeybətini eləmişəm. Ona qarşı bir səhv söz demişəm də, bilməmişəm də, elə bilmişəm o elə adamda, amma sonra başa düşmüşəm ki, elə hərəkət eləməyib. Mənim adımdan ondan xahiş elə, mənə bağışlasın da, bilməmişəm, qeybətini eləmişəm. Deyir, gəldim, elə təsadüfən İmam Rıza əleyhissalamın hərəmində həmin alimlə görüşdük və Allahın qisməti oldu ki, gördüm. Deyir, ona dedim ki, ağa, Azərbaycanda bir nəfər var, səndən xahiş edir ki, onun qeybət eləyib, məsələn, günahlarını, bu günahına görə onu bağışlayasan, haqqı halal eləyəsən. Deyir, birinci biraz güldü, təbəssüm elədi, bir zarafat elədi. Mən də deyir, güldüm, birazdan deyir, gördüm ki, başını saldı aşağı və gözündən leysan kimi yağış töküldü. Bək-bək ağlamağa başladı. Özüm deyir, çox pis oldum ki, mən nə dedim ki, bunun halı bu qədər dəyişdi. Deyir, gördüm, ağlaya-ağlaya deyir, bu sözü deyir ki, ilahi, mən bağışlamasam sənin bəndə və sabah özümlə üzlə sənə deyim ki, məni bağışla. Mən sənin bəndön məndən bağışlanmaq istəyir. Mən birdən tutaq gedirəm, əşi, mən bağışlamıram, qeybətimi eləyib, haqqımı halal eləmirəm. Sabah mən sənə necə deyəcəm ki, 50 min dənə günah eləmişəm, onları bağışla. Birinci haqqımız budur, başqasının səhvin bağışlama mövqeyində olaq. Biz bəzən səhv qırağa qalsın, heç səhv olmayan bir şeyə görə inciyirik bir-birimizdən. O şey ki, səhv deyil. Heç ona səhv demək olmaz bəzən, inciyirik, küsürük, heç salam vermirik. İkinci haqqı budur ki, müsəlman müsəlmana rəhm eləməlidir, mərhəmətli olmalıdır. Bunda da məlum məsələdir, bu nədir? Üçüncü haqqı budur ki, gizlin eyblərin görsə, eşitsə, örtsün.
Müsəlman müsəlmanın gizli eyblərini örtməlidir. Mən bilirəm sənin eybini, sən də mənim eybimi. Gəl örtək bir-birimizin eybini. Niyə? Bir-birimizin gizli eyblərini açsaq, bir-birimizə etimadımız azalacaq. Peyğəmbər sallallahu yanında gəldilər, Həzrət Rasulullahın səhabələrindən bir neçəsinin dalıcan danışdılar. Olan şeyi dedilər, böhtan demədilər. Bir sahabədir də indi bir xəta eləyib hardasa, gəldilər sahabələr bir qrup. Gəldilər peyğəmbərə dedilər filan sahabələrin belə eləyib, o birisi belə eləyib. Peyğəmbər o qədər məyus oldu. Dedi ki, heyf onları mənim gözümdən saldınız. Heyf. Yəni insanların bir-birinə etimadı itir. Bir-birimizin eybini açanda. Bilirsiniz, biz bir-birimizi sevmək üçün bəhanə axtarırıq da. Mənim sənin bir gözəl xüsusiyyətindən xoşum gəlir. Gəlib sənin bir pis işi mənim yanımda danışanda gözümdən düşürsən. Da əvvəlki sənə olan ehtiramım, hörmətim qalmayacaq axı. Ona görə də nədir ki, sənin mənə. Ona görə bir-birimizin eyblərini örtməliyik ki, bir-birimizə elan etimad etməsin. Təbii bəzi eyblər var ki, onları örtmək lazım deyil. Onlar da öz yerində olan eyblərdir. Onlara toxunmuram. Birini məsələn qısa deyim. Misal üçün, savadsız bir həkimin savadsızlığını niyə örtürsən ki? Sabahları onun eybini örtəcəksən, sabah gedib biri ona canını əmanət eləyəndə xətər toxunduracaq ona. Savadsız bir müəllimin eybini örtmə. Savadsızdırsa savadsızdır. Uşağı bədbaxt eləməsin. Yəni, ictimai məsələdə təhlükə yarada biləcək bir adamın eybini örtməzlər. Amma şəxsi mənada xəta eləyənin eybini örtərlər. Şəxsi mənada. Bir adam ki, o xətası onun özünə aiddir. Heç kimə ziyan vurmur o xəta ilə. Onun eybini örtmək lazımdır. Dördüncü, üzrünü qəbul eləməlidir. Müsəlman, müsəlmanın üzr istəyəndə üzrün qəbul eləməyi bacarmalıdır. Beşinci, qeybəti olunan zaman müdafiə eləməlidir. Nəinki qeybətin etməli deyil, müdafiə etməlidir. Mən görəndə ki, mənim bir müsəlman qardaşımın qeybətini eləyirlər, sinöv ver qabağa. Pis olarsan, yaxşı olarsan onun yanında, əsas odur ki, müdafiə eləməyi bacarasan. Allah haqqı müsəlmanların bir-birinin qeybətini etməsinin qarşısını ala bilsəydilər, bir-birini müdafiə etməyi bacarsaydılar, çox izzətli olardıq, çox izzətli. İzzət bilirsiniz nədir? Çox hörmətli olardıq. Hər yerdə sayıb seçərdilər. Bir-birimizin müdafiəsinə qalxa bilsəydik, qeybətin qabağını ala bilsəydik. İslam aləmi çox izzətli olardı. İslam aləmini izzətsiz eləyən səbəblərdən biri dediqodunun çox olmasıdır, qeybətin çox olmasıdır. Amandır biri biraz sevilsin, amandır biri biraz məşhurlaşsın, amandır biraz cəmaat birini biraz çox istəsin. Biz özümüz özəllərimizlə bəzən səbəb oluruq ki, içimizdən heç vaxt şəxsiyyətli insanlar çıxmasın. Şəxsiyyətli insan yarada bilmək, dahi yarada bilmək funksiyamız zəifdir cəmiyyət olaraq. Kim önə çıxsa, kim bir faydalı bir iş görsə, kim biraz tanınsa, dərhal qeybət maşını işə düşür və hörmətdən salmağa çalışır cəmiyyət onu. Cəmiyyət deyəndə bir qrup insan və təəssüf ki, müdafiə eləyən də az olur. Bax, orada problem çıxır ortalığa. Altıncı məsələ budur ki, ondan alacağı vardısa, yəni bir borcu verib alacağı var. Ondan alacağı vardısa, vəziyyətin nəzərə alsın. Kasıbdırsa, əlində ovucunda yoxdursa, imkanı çatmırsa, borcunu ödəməyə nəzərə alsın. Çox sıxma boğmaya salmasın. Vəziyyətin nəzərə alsın. Da bu tərəfdə sui-istifadə eləməməlidir. Təbii ki, şərt o deyil ki, elə mən cəmaatdan borc alım, yığım, keyfimə xərcləyim, sonra deyim ki, mənim vəziyyətimi nəzərə al. Bu da düzgün deyil. Amma hər halda insan öz problemi üçün birindən borc alıbsa, sonra qaytarmağa çətinlik çəkirsə, gərək nəzərə alaq, üstünə çox getməyək. Yeddinci məsələ, davamlı nəsihət verməlidir müsəlmana. Haqqımızdır ya bir-birimizin. Görəndə ki, biri pis işə qurşanır, bir pis günaha gedir, əmr və məruf nəhyəz münkər yəni. Mənim boynumda haqqımdır ki, nəsihət verim sənə. Təbii ki, bu gün nəsihət verənlər də azalır, nəsihət almaq istəyənlər də azalır, söz yox. Amma yenə də biz ən azından gözəl sözlə, insana alçatmadan, abrın aparmadan, onun izzətinə, şəninə toxunmadan ona nəsihət verməyi bacarmalıyıq. Bu bizim müsəlman olaraq haqqımızdır başqası üzərində. Onların da bizim boynumuzda. 8-ci, pis yoldan çəkindirməlidir. 9-cu, xəstələnəndə baş çəkməlidir. Xəstələndə eşitmirsən, yataq xəstəsidir, ağırdır, vaxtın var, imkanın var, gedə bilirsən, ged baş çək. 10-cu, cənazəsində hazır olmalıdır. Müsəlman üzərində haqqıdır ki, eşitdisə, bildisə, gedib çata bilirsə, imkanı varsa, başqa bir müsəlmanın cənazəsində hazır olmalıdır.
11-ci dəvətin qəbul eləməlidir. Harasa dəvət edirsə səni, çağırırsa səni, çalış dəvətin qəbul elə. İmkanın daxilində, vaxtın daxilində, şərait daxilində təbii ki. Dəvətin qəbul eləməlidir. 12-ci hədiyyəsini qəbul eləməlidir. Bu qəşəng haqqdır. Kəş elə bütün haqqlar belə olar. Hədiyyəsini qəbul eləməlidir. Nə hədiyyə verdilər götür. Müsəlmanın adam biraz özü sözün açıq bəhəsi oxuyanda indi yadıma düşür ki, vaxtı ikən nə qədər məsələn insanı qəlbini sındırır adam, hədiyyəsini qəbul eləmirsən, amma Peyğəmbər əmr eləyir ki, bizi sənə hədiyyə verəndə hədiyyəsini götür. Sonra bu hədisi oxuyursan, deyirsən ki, bundan sonra götürəcəm, hədiyyə verən yoxdur. O şey ki, götürmək istəmirsən, hədiyyə verən çox olur, amma istəyəndə də hədiyyə verən yoxdur. Hədiyyəsini qəbul eləməlidir. 13-cü, yaxşılığına təşəkkür eləməyi bacarmalıdır. Biri sənə yaxşılıq eləyəndə təşəkkür etməyi bacarmaq çox vacibdir. Laqeyd olma da elədiyi yaxşılığına. 14-cü, gözəl şəkildə abrını qoruyaraq yardım eləməlidir müsəlmana. Kömək eləmək istəyəndə abrını qorumaqla kömək elə. Abrını apararaq kömək eləmə. Elə şərait yaratma ilə ki, abrı getsin. Cəmaat arasında birinə nə qədər pul lazımdır sənə məsələn? Sənə nə verim məsələn? Sən problemin nədir, dərdin nədir? Elə yox. Çək kənara, təklikdə, heç kim olmayanda, heç kim eşitməyəndə soruş dərdini. Cəmaat arasında özü göstərmə. Təklikdə soruş müsəlmanın dərdini. Təklikdə əlac elə dərdinə. Cəmaat arasında lazım deyil. Bəlkə də ola bilsin ki, cəmaat arasında eləyirsən ki, cəmaat təşviq olsun, ona kömək eləsin, o da əla niyyətdir, o da yaxşı. Amma insan niyyətinə baxanda diqqətli olmalı. Doğrudan da buna görə eləyirəm bunu ki, ya cəmaat da təşviq olsun, kömək eləsin. 15-ci, namusunu öz namusu kimi qorumalıdır. Bir müsəlmanın namusu öz namusun kimi dəyərli olmalıdır mənim üçün. Müsəlmanlar bir-birinin namusuna qarşı diqqətli olsaydılar, Allah şahiddir ki, namussuzluğun sayı surətlə azalardı. Surətlə azalardı. 16-cı, itirdiyini tapmaqda ona kömək eləməlidir. Bir şeyi itirib, sən də məsələn, hətta məsələn, mən bir hədis oxumuşdum, yadımda qalanı üzr istəyirəm sizin üçün deyim, amma dəqiq bilirəm ki, oxumuşam da bunu, məlum məsələ, mənbəsini yadımdan çıxartmışam, üzr istəyirəm, məzmunu tam dəqiq yadımda qalıb. İmamətdən, Əhl-i Beyt ailəsindən, imamlarımızdan biri, iki imamımızdan biri olmalıdır, ya İmam Rıza əleyhissalamdır, ya İmam Səccaddır. Dəqiq bu iki imamdan biridir. Kimsə əgər bilirsə bu hədisi yadıma salar möcüzədən sonra mənim. Deyir ki, bir dəfə bir səfərə hazırlıq mərhələsidir. Məkkədən çıxırlar Kəbə evindən. Həcc ziyarəti bitib, arxaya qayıdırlar, Mədinə şəhərinə qayıdırlar. Bir zəvvarın nəyisə itdi. Su qabı, ya bilmirəm, nəsə məşki. İtir. Gördülər, imam bir neçə dəqiqə onunla bərabər sağa sola boylandı. Düşdü dəvədən, öz miniyindən. Düşdü yerə, onunla bərabər gəzdi sağı, gəzdi solu, o kolun dibinə baxdılar, bura-ora. Və sonra gəldi, mindi öz dəvəsinə, hərəkət eləyəndə tapmadılar ha. Sadəcə imam o ilə bir neçə dəqiqə axtarış apardı. Mindi öz dəvəsinə, sahabələrdən biri sual verir ki, ağa, tələs-tələs vaxtında, o da vaxt tapıb küzəsi itib, nə itib, nə diyor küzə bəyəm, nə mahiyyəti var, min dəvəyə çıx, get bu boyda, imam sənə yaraşmaz, ağa edirdi, sənə yaraşmaz, imamsan, düşmürsən, o ilə bərabər bir dənə qab axtarırsınız, küzə axtarırsınız. İmam deyir, məgər eşitməmsən ki, Peyğəmbər salavatullah müsəlmana haqq qoyub ki, başqa müsəlman nəsə itirdiyini axtaranda ona kömək eləsin. Mən qorxdum ki, birdən ona yardım eləməsəm, sabah Peyğəmbərə xəcalətdə olaram. Peyğəmbər məndən soruşmayacaq ki, ya, biri bir şey itirmişdi, axtarırdı, bir neçə dəqiqə yoldaş olaydın da ona. Tapmasa da belə, ən azından bir yanında sən də ora-bura göz gəzdirəydin. Bura qədər incə şəkildə düşünür, müsəlman, İslam dini bizim, müsəlmanın müsəlman üzərindəki haqqını. Bir din ki, adi bir detala bu qədər diqqət eləyir. Birdən bu dinə biz riayət eləsəydik, Quran and olsun cənnəti dünyada yaradardıq. Təbii ki, o ilahi cənnət kimi də olmasa, ən azından bir cənnət ətri verən bir cəmiyyət yarada bilərdik. Ondan sonra 17-ci, bu da rahat bir şeydir. Asqıran zaman, səbr gətirmək deyirik biz el arasında. Asqıran zaman ona dua eləsin. Bir müsəlmanın, bu da müsəlman boyundakı haqqıdır. Özə necə dua eləsin, qoy bunun qaydasını da sizə deyim. Çoxuz bilirsiniz, bir də təkrar. İnsan özü asqırdımsa, səbr gətirmirsə, mən özüm deməliyəm, əlhamdülillah və yaxud əlhamdülillahi rabbil aləmin. Bu mənim vəzifəmdir.
Amma məni eşidənin vəzifəsi budur ki, mənə desin ki, Yərhamukallah. Mənası budur, yəni Allah sənə rəhm eləsin. Yərhamukallah. Bu sözü yadda saxlayın. Asqıran insana bu söz deyilməlidir. Peyğəmbər sallallahu əhl-i-beyt bu sözü deyiblər. 18-ci haqqı budur ki, gözəl şəkildə danışmalıdır müsəlmanla. Danışanda rəftarına diqqət eləməlidir. Yəni, səs tonun qaldırmalı deyil. İnsafən bir balaca yumşaq danışmalıdır müsəlman. Məsələn, istehza tonu bu günləri ən dəbdə olan tondur. İnsanların bir-birinə danışmasında istehza tonu deyirlər. Ələ salmaq tonu, yuxarıdan aşağı baxmaq tonu. Elə bil, ən böyük budur, başqaları heç nə bilmir, qanmazdır, ağılsızdır, axmaqdır. İnsan özün elə şəkildə rəftar eləyir, söz deyir, fikir bildirir ki, ikrah yaradır. Allah şahididir, mən çox adamla söhbətdən niyə qaçıram? Çünki söhbətə başlayan kimi başa düşürsən ki, bu adam öz ətrafında olan insanları qanmaz yerinə qoyur. Adam hesab eləmir öz ətrafındakı insanları, gözəl danışma qabiliyyəti yoxdur. Başa salmaq istəyirsən bilmirik, gözəl başa sal. Başımız çıxmır, yaxşı nəsihət ver. Alçatma, abrımızı aparma, bizə yuxarıdan aşağı baxma. Və yaxud elə özümə deyirəm ki, cəmaata nəsə öyrətmək istəyəndə elə öyrətməyək ki, məsələn, mən oxumuşam, siz oxumamısınız. Bilirsiniz, sizin heç nədən qandığınız qrafa yoxdur belə deyə. Bir dənə mən bilirəm bu kənddə bunları. Bu işdə öyle, bu təkəbbürdür. Allah, vallahi Allah'ın da olsun, belə adamlar izzətsiz dünyadan köçərlər. Olmaz belə hərəkət eləmək. Müsəlmanla danışanda gözəl şəkildə danışmalıdır. 19-cu haqqı budur ki, kömək istəyəndə köməksiz qoymasın. Səndən kömək istəyir bir müsəlman, heç olmasa cəhd elə, kömək eləyə bilməsən də cəhd elə. Bir duel onu, gəlib sənə əl açıb, pul istəyir, cibində də 1 manat pulun var, evvə çörək alacaqsan. Verə bilmirsən də, aylon gözləyir səni. Duel, Allah sənə yetirsin inşallah. Allah sənə mən cibimdə olandan daha çox yetirsin. Ən azından bir xoş söz de insana, bir donla kömək elə. Və yaxud da o 1 manatın 50 qəpiyin ver. Yəni, ən azından əli boş yola salma. 20-ci haqqı da budur ki, məsələn, salamın almalıdır Peyğəmbər buyurur. Müsəlmanın salamını almalıdır. Aman, birinin yanında bir xəta işləyəsən, ya bir səhv ola. İnsanlara, müsəlmanın salamını da almaq istəməyəcək. Danışdıracaqsan, deyəcək, mənə belə elədi. Adama deyərəm ki, qardaş, sən də hər gün Peyğəmbərə salam verirsən namazında. Namazdan sonra Əhl-i Beytə salam veririk. O sən ki deyirsən ki, o mənə belə eləyib, mən ona salam vermirəm və yaxud da salamını almıram, sən hesab edirsənmi ki, mən özümə edirəm, mən bu əməllərlə Əhl-i Beytin mənim salamımı almağına layiqəm ya yox? Ona görə də özün böyülük elə, böyülük yəni bu ağalıq mənasında yox, təvazö mənasında. Yəni, böyük insan ol, insanların səhvin bağışda, üzrün qəbul elə, salamın al. Vallahi şahid olacaqsan ki, Əhl-i Beytin də sənə qarşı diqqəti çoxalacaq, nəzəri çoxalacaq, Allahın lütfü çoxalacaq, mərhəməti, rəhməti çoxalacaq. Və sonda bu hədisi sizə oxuyandan sonra İmam Əli əleyhissalamın bir hədisin sizin üçün davamını, hədisin davamını sizə deyim. Əmir əl-Müminin buyurur ki, mən bu haqları Peyğəmbər sayandan sonra 30-dan mən 20-sini saydım da sizə. Deyir, Peyğəmbər sallallahu bu haqları sayandan sonra Resulullahın belə dediyini eşitdim. Həqiqətən sizdən biri öz qardaşının bir haqqını tərk eləyərsə, qiyamət günündə o haqq ondan tələb olunacaq. Bu saydıqlarımdan birini tərk eləyirəm, müsəlmanın müsəlman üzərindəki haqqını. O haqq məndən tələb olunacaq. Cəmaatı da bağışlama mövqeyində dursaq daha rahat olar ömrümüz. Hüzur odur ki, insanları bağışlamağı bacarasan. Çox insanların səhvlərini dərdə çevirməyəsən özünə, həyat cəhənnəmə çevrilir. Nə qədər sən oturub fikirləşəcəksən, filan kəs mənə filan vaxtı səhv elədi, Allaha and olsun, həyat cəhənnəmə çevrilir, ağıya dönür həyat. Bilirsən, beynini ancaq pessimist fikirlər dolduracaq, negativ düşünəcəksən, ağırlaşacaq ruhun. Eləyib də. Ya bağışla ginən, ya da düşünməyən o barədə. Nə qədər hüzur dolu həyat istəyirsənsə, cəmaatın sənə qarşı elədiyi səhvləri çox fikirləşmə. Heç yadında saxlama.
Əşiyyatdan çıxart getsin. Valla o adam ki 10 il, 15 il, 20 il, 30 il əvvəl edilən səhvləri də bugün danışır. Baxıram bu boyda yaşa gəlib çata insan hələ də ruhu böyüməyib, uşaq qalıb. Elə bil bağça uşaq olur, gəlir bağçadan evə, ana, ata, filan kəs əlimdən piçenini aldı. Filan kəs bugün mənə dedi ki, sən məsələn giz oğlusan. O birisi mənə dedi, böyüyün hərəkəti o uşağın hərəkətindən fərqlənmədi ki onda. Nə oldu elə cəmaatın sənə elədiyi səhvləri yadda saxlamısan, birdən Allah açıb töksə sənin səhvləri, bu nə olacaq? Adam özünə baxa, birdən Allah mənim cəmiyyətə, cəmaata elədiyim gizlin səhvlər var. Nələr eləmişəm bir onu, bir mən bir Allah bilirəm. Onda onların Allah eybin pərdəsini götürsə özlərindən nə olacaq? İndi arxayın danışıram, Allah eyblərimi örtüb, rahatdır danışmaq. Ona görə də o bir məsəl var, deyir ki, filan kəsə bax, ancaq danışanda ölmüş insanlarla əlaqəli mövzulara danışır. Bilir axı ki, sübut eləməyə adam yoxdur ki, kimi tapıb qəbirdən çıxardıb demirsən ki, bu bunu eləyib eləməyib. Bir dənə sağ adamın adını çəkməz ki, həyatda ki, filan kəsin yanında filan qəhrəmanlıq eləmişəm. Ancaq ölənlərin yanında bu igid olub. Bilir axı ki, sağ adamın yanında bir sözü qeyb soruşacaqlar, deyəcək yaşı yox, elə şey eləməyib bu adam. Hər halda hamımızın diqqəti olmalıdır, ancaq və ancaq Allah bizim boynumuza qoyduğu müsəlman haqlarının riayət olunmasında. Allah bizi bir-birimizin haqqına qarşı diqqətli olan, bir-birimizin hörmətin, abrını qoruyan, bir-birimizlə gözəl şəkildə rəftar eləyən müsəlmanlardan qərar versin inşallah. Allah Peyğəmbərimizin bu gözəl hədisinə bizə, mənə, hamımıza əməl etməyi nəsib eləsin inşallah. Allah bizi ancaq eşidib, tərk edib gedənlərdən yox, Bəhlul danəndə oturmuşdu məscidin qapısında. Dedilər, ay Bəhlul, gir içəri də, buradan hoş oturmuşsan. Dedi, yox, bura xoşdur mənə. Oturub məscidin qapısında gördülər, düz qapının ağzında oturub belə əli ilə belə eləyir, yığır ətəyinə. Nəsə də göy yığır. Havanı belə eləyir, yığır ətəyinə. Deyirlər, Bəhlul, gir içəridə bir səndə söhbətlər gedir, xütbə belə, o belə, bu belə. Deyir, ehtiyac yoxdur, elə burada yaxşıdır. Axırda görürlər, bu fikri yoxdur bunun, elə bu cür tökür ətəyinə. Deyirlər, Bəhlul, neynəsən? Dedi, əşi, onsuz içəridə nə danışılır? Çıxan kimi hamınız tökürsünüz bura, mən də yığıram buradan elə. Çıxan kimi qapıdan əndərirsiniz bura yerə hamınız. Mən də rahat oturmuşam da, hər özdən biraz yığsam, hara gedib çıxacam mən. Allah eləsin ki, biz də heç vaxt məsciddə, minbərdən eşitdiyimiz bu gözəl hədisləri, Allah buyuranları eşidib, qapıdan çıxan kimi bayıra töküb getməyək, həyatımıza tətbiq etməyi bacaraq inşallah. Bismillahirrahmanirrahim. İnnə a'taynəkəl kəvsər, fəsalli li rabbikə vənhər, innə şaniyəkə huvəl abd.